Xeyir, bu gün mən sizə Həmzənin qıratı qaçırması qolunun izahını verəcəm. İndi isə keçirik izahımıza. Bağdad əhvalatından sonra Xodkar ətrafa namələr yazıb adlı sanlı paşaları, pəhləvanları, qoşun böyüklərini yanına çağırdı. Böyük bir məclis qurdu. Deməli, bu hadisə Bağdad əhvalatından sonra baş vermişdi. Bunu yadda saxlamaq lazımdır və Xodkar ətrafa namələr yazmışdı ki, bir çox bəylər, paşalar bunun yanına gəlsin və onlardan fikirlər alsınlar və buna görə də bir məclisin qurulması ilə başlayırdı. Elə ki, hər kəs öz yerini tutdu, Xodkar dedi, nə qədərdir ki, bu Koroğlunun səsi kəsilməyib, dünya üzündə zindəcanlıq bizə haram olacaq. Sizi çağırmışam ki, tədbir tökəsiniz, görək necə eləyək ki, onu dünya üzündən yox edək. Deməli, bu məclisdə Koroğlunun yox edilmək haqqında danışırdılar və deyir ki, dünya üzündə zindəcanlıq bizə də haram olacaq. Bunu deyən kim idi? Xodkar idi. Budur, günü-gündən onun başında adamlar çoxalır, deyir onun gündən adamlar onun başına get-gedə daha da çox yığılır, çoxalır. Biz bunu hansı əsərdə də görə bilərdik? Səməd Vurunun Vaqif əsərində Eldar xalqın sevimlisi idi. Xalq Eldarın başına günü-gündən çoxalırdı. Eyni bu hissədə də bu nüansa toxunulubdur. Dünyanın hansı yerində bir dəladuz varsa gedib ona qoşulur. Axırda bir gün görəcəyik ki, budur qoşun düzəlib şəhərlərimizi, kəndlərimizi alır. Deməli, burada Xodkarın təxəyyülü vardı ki, ümumiyyətlə belə bir fikri vardı ki, Koroğlu gələcəkdə bizim şəhərlərimizi, kəndlərimizi də əlimizdən alacaq. Ondan sonra ya gərək gedib nökərdən, naibdən olaq, ya da ki, dağlarda, daşlarda qaçaqçılıq edək. Deyə, yəni Koroğlu bunu edəndən sonra biz nökər olacağıq, ya da qaçaqçı olacağıq. Elə ki, Xodkar sözünü qurtardı, paşalar verdilər ağız-ağıza. Hərəsi bir cür tədbir tökdü. Hərəsi bir cür tədbir tökür. Burada hansının hansı tədbiri deməsi dəqiq deyil. Biri dedi, Koroğlunu aldadaq, çağıraq, tutub dar ağacından astıraq. Biri dedi, adamlarını ələ keçirək, pul verək, qızıl verək, öldürtdürək. Biri dedi, sən başa düşmürsən, o biri dedi, sən qorxaqsan. Qərəz, bu məclisdə bir səs-küy qalxdı ki, ağız deyəni qolaq eşitmədi. Yəni, ümumiyyətlə, kimin nə dediyi məlum olmur. Bunlar deyişməkdə olsunlar. Sənə kimdən deyim? Tokatlı Hasan Paşadan. Bu Hasan Paşa kim ola, kim olmaya? Haman Tokatlı Hasan Paşa ola ki, atdan ötürü Koroğlunun atası Alı kişinin gözlərinin çıxarılmasını məsləhət görmüşdü. Həsən xan da onun gözlərini çıxardıb dünya işığına həsrət qolmuşdu. Baxın, deməli, Hasan Paşa əmr vermişdi, Həsən xan isə Koroğlunun atasının gözlərini çıxarmışdı. Əmri verən Hasan Paşa idi, paşa idi, amma xan isə çıxarmışdı, eyni adam deyirlər. Hasan Paşa Xodkarın sağ əli idi, həmişə onun əziz günlərində süfrəsinin başında oturardı. Deməli, Xodkarın sağ əli kim oldu? Hasan Paşa. Həmişə onun əziz günlərində deyir, yanında oturar, ağır günlərində yastığının dibini kəsərdi. Pis gündə, iyi gündə arkadaşıymış, hanı? Əziz gün. Özü də həm paşa idi, həm də çox bacarıqlı qoşun böyüyü idi. Dava eləməyin bir fəndini bilirdi. İndiyə kimi Xodkar onu hansı qulluğa buyurmuşsa, 1-ə 5 yerinə yetirmişdi. Deməli, bundan əvvəl də Xodkar onu bir çox əmrlər vermişdi. Bu isə həmin əmrləri yerinə yetirmişdi. Buradan nə düşə bilər? Hər dəfə imtihana bu düşür. 1001 fənd bilən kimi idi? 1001 fənd. Deməli, Hasan Paşa, bunu yadda saxlayaq, bəli, saxlamalıyıq. Qərəz, Hasan Paşa bu məclisdə idi. Elə ki, səs-küy qalxdı, Xodkar fikir verib gördü ki, bu danışanlardan heç biri qoşun çəkib Koroğlunun üstünə getmək fikrində deyil. Hamı ondan qorxur. Elə bir təhər eləmək istəyirlər ki, ilanı Seyid Əhməd Əli ilə tutalar. Baxın, bu ifadəni yadda saxlayın ki, bu ifadə ilanı Seyid Əhməd Əli ilə tutmaq burada yoxdur. Sadəcə, rahat şəkildə Koroğlunu tutmaq istəyirdilər və burada Koroğlunun tutulmasını ilanı Seyid Əhməd Əli ilə tutmağa bənzədilirdi. Hasan Paşa söz sənindir. Hasan Paşa durub Xodkara baş əyib dedi. Xodkar sağ olsun, Xodkar əmri ki var, Allah əmridir. Xodkarın əmrini Allah əmrinə bərabər tutan burada Hasan Paşa idi. Sən doğru buyurursan, Koroğlu doğrudan da çox tüyğən edibdir. Deməli, birinci qalxanda o Xodkarın sözünü təsdiqləyir. Mən indiyə kimi ona fikir vermirdim. Deyirdim, paşalar özləri onun öhdəsindən gələrlər. İndi ki, bu iş bu yerə çatıb, baş üstə. Onun atasının gözlərini mən çıxartmışam. Bax, öz dili ilə bunu boynuna
intiqamını alır. İnşallah Xoccarın sayəsində özünü də İstanbul şəhərində dar ağacından mən asaram. Deməli, onun bir fikri vardı ki, Koroğlunu tutub dar ağacından asdın İstanbulda. Ancaq Xoccar sağ olsun, onun çoxlu adamları var. Gəlib lap böyük-böyük məclislərə girib söhbətlərə qulaq asırlar. Sonra da ona xəbər verirlər. Odur ki, fikrimi sənə təşkildə demək istəyirəm. Deməli, Hasan Paşa ona fikrini təşkildə deməyin səbəbi o idi ki, Koroğlunun güya ki, çoxlu adamı işi gücü qutarıb gəlib məclislərdə oturur, bunların söhbətinə qulaq asırlar. Bunun bu sözü deməyi digər bəylərin qəlbinə dəyir ki, bəs biz burada nəciyik, yəni bizə güvənmir deyir. Məclis adamları Hasan Paşanın bu sözündən ürəkdən rəndici olurlar. Xoccarın qorxusundan büruzə verə bilmirlər, demirlər etsən. Xoccar Hasan Paşaya əhsən deyib məclisi dağıtdı. Deməli, burada məclis dağılandan sonra Hasan Paşa öz niyyətini deyir. Elə ki, tək qaldılar, Hasan Paşa dedi, Xoccar sağ olsun, Koroğlu bu saat çox güclənib. Onu aldatmaq, tora salmaq olmaz. Bizə gərək üç tərəfdən qoşun çəkək. Halqa mərəkə eləyək, hamısını bir yerdə qırıb qurtaraq, yoxsa biz onu öldürtməklə bir kar asmaz. Deməli, burada Hasan Paşa belə təklif eləyir ki, 3 dənə yerdən qoşun çəkək. Deməli, bu qoşunlardan biri Koroğlunun üstünə getsin, biri də Çənlibelin üstünə getsin. Yəni, biri ümumiyyətlə 3 tərəfdən də, düşünün, bura Çənlibeldir, biri ortadan getsin, Çənlibeli tutsun, biri sağdan, biri soldan, yəni bu cür Çənlibeli tutsun. Təbii ki də bunun 3 tərəfdən qoşun yeri dərkən, biri də Bolu bəyin qoşunu idi ki, Bolu bəy ilə Koroğlunun özünü tutmuşdu. Deməli, 3 tərəfdən qoşunu ona görə məsləhət görür ki, sağdan, soldan və mərkəzdən. Artıq burada Çənlibel qalanda Çənlibel tab gətirə bilməyəcəkdir. Hamısını bir yerə qırıb qurtaraq, yoxsa bizi öldürməkdən bir kar aşmaz. Hasan Paşa, sən 40 gün möhlət ver. Deməli, neçə gün möhlət istəyir? 40 gün möhlət istəyir. Əgər onu yox elədin, səni özümə sədr-əzəm eləyəcəm. Deməli, 40 gün möhlət verir Xoccar və ona təklif edir ki, sən onu yox eləsən, sədr-əzəm eləyəcəm. Gəlin, indi baxaq görək, Dədə Qorqudda da var idi təklif. Orada Qazan xan deyir ki, evimi qurtarsam, səni Əmiraxur bəy eləyəcəm də. Ordu başçısı qoyacam, yəni çobanların başçısı qoyacam, doğrudan deyil. Burada da Xoccar deyir ki, səni sədr-əzəm eləyəcəm. Hasan Paşa diş qalxıb dedi, sənə qurban olum. Mən əgər onu qolu bağlı sənin qabağına gətirə bilməsəm, özümü həlak eləyərəm. Ancaq sən bütün paşalara, qoşun böyüklərinin ixtiyarını mənə ver. Deməli, baxın, burada Hasan Paşanın Xoccara qarşı şərti olur, şərtli təklifi olur, imtahanda düşür. Şərtli təklif odur ki, qoşun böyüklərinin ixtiyarını mənə ver. Deməli, birinci şərti bu oldu. Külli ixtiyarını necə istəyirsən elə də elə. Bir də bir şərti də vardı. Hansı idi? Bax, birinci şərti bu olacaq. Bu da şərti idi. Birinci deyir, təşrihdə deyim. İkinci şərti də olur ki, qoşun böyüklərinin ixtiyarını mənə ver. Hasan Paşa baş əyib mürəxxəs olmaq istəyəndə Xoccar dedi, biz bu zalım oğlu zalım bu tərəfdən bir dənə karvan buraxmır. Bax, bir də bu zalım oğlu zalım karvan buraxmır. Çünki hansısa karvan gələndə Koroğlu onu tutub saxlayırdı. Hamısını soyur, gərək bir təhər eləyib, yaraqlı, yasaqlı bir karvan düzəldəsən, şəhərə biraz mal gətizdirəsən. Deməli, karvan deyir düzəltdir, şəhərə mal gətizdir. Bunu deyən kim idi? Xoccar. Deməli, Xoccarın da Hasan Paşaya qarşı şərti olur ki, sən karvan düzəltdir və həmin karvanla mal gətir. Çünki hər şey bitibdir, Koroğlu da bura mal zad buraxmır. Bütün şəhər danışırlar ki, bəs Xoccar qalıb Koroğlunun əlində aciz. Şəhərə mal gətirə bilmir. Hasan Paşa əlini gözünün üstünə qoyub dedi, o da mənim gözüm üstə. Baxın, burada iki təklif olur. Birinci Xoccarın təklifi olur. Xoccar deyir ki, karvan gətizdir bura. Bir dənə də onun təklifi olur ki, Koroğlunu yox elə. Amma Hasan Paşanın iki təklifi olur ki, bir deyir sözümü sənə təklikdə deyim. İkinci təklifi də olur ki, qoşun böyüyüm, bütün qoşunu mənim ixtiyarıma ver. Demə, o da mənim gözüm üstə. Razılaşırlar. Onda Xoccar Hasan Paşaya rüsxət verdi. Özü də bütün paşalara namə yazdı ki, bəs Hasan Paşa onların üstündə külli ixtiyardır. Niyə namə yazırdı? Paşalar birdən inanmazdı. Xoccarın artıq imzası olan vərəqə baxanda inanacaqdı. Kim onun buyruğuna əməl eləməsə, dar ağacından asılacaqdı. Qasid namələri aparmaqda olsun. Sən eşit Hasan Paşadan. Hasan Paşa gəldi, hara çıxdı? Haralı idi o?
Gəldi düz Tokatda. Tokata qayıdıb bir məclis düzəltdi. Deməli, burada 2 dənə məclisin qurulmasından söhbət gedirdi. Birinci məclisi Xodkar düzəltmişdi. İkinci məclisi isə Hasan Paşa düzəltmişdi. Tanıdığı, bildiyi böyük sərkərdələri, qoşun böyüklərini, pəhləvanları yanına çağırdı. Elə ki, yerli yerini tutdu, Hasan Paşa özü məclisə gəldi. Əvvəl və o tanıdığı, bildiyi qoşun böyüklərini çağırırdı. Testlərdə düşə bilər ki, tanımadığı, hər kəsdən əlac umduğu üçün hər kəsi çağırmışdı. Bu yanlışdır. Çünki o tanıdığı, bildiyi böyük sərkərdələri, qoşun böyüklərini və pəhləvanları. Deməli, Hasan Paşa özü məclisə gəldi. Əvvəl bir məclisə göz gəzdirdi. Hamını gözdən keçirdi. Gördü ki, hamısı öz bildiyi, tanıdığı, etibar elədiyi adamlardır. Başladı danışmağa. Xodkar məclisdə olanların hamısını onlara danışdı. Hamı əhvalatdan hali olandan sonra çıxarıb Xodkarın möhürlü naməsini onlara oxudu ki, bəs Xodkar bütün ixtiyarı mənə veribdir. Yəni Xodkarın sağ qoluyam. Bilin və acı olun. Bizim tədbirimiz belədir ki, Koroğlunun üstünə 3 tərəfdən qoşun çəkək. Gərək elə eləyək ki, o göz açmağa macal tapa bilməsin. İndi siz bura yağmağımda mənim muradım budur ki, deyəsiniz görün, bu işə kim qol qoya bilər? Kim 3 qoşunun birinin sərkərdəsi olar? Məclisin üstünə elə bir su səpdilər. Daşdan, divardan səs-səda çıxdı, amma məclisdən çıxmırdı. Niyə səs-səda çıxmırdı? Çünki onlar Koroğludan bərk qorxurdular. Qoşunun birisi mən özüm aparacağam. Burada özü də deyir ki, mən gedəcəm ön hissədə, mən də aparacağam. Özü də qabaq tərəfdən gedəcəyəm. O biri qoşunların biri sağ tərəfdən, biri də sol tərəfdən gəlməlidir. Onlar da mən hər cür kömək eləyəcəm. Yenə də məclisdən səs çıxmadı. Hasan Paşa əmr elədi ki, 2 bayda doldurub gətirsinlər. O hər baydaya bir dənə qiymətli ləl salıb dedi. Kim ki bu baydəni içdi, ləli cibinə qoydu, bu işə boyun olar. Mən əhd eləyərəm ki, Tokat Paşalığını ona bağışlayacağam. Üstəlik qızlarımdan birini də verəcəm. Deməli, bunu eşidəndən sonra Bolu bəy razılaşır. Deyir qızlarından birini və Tokat Paşalığını ləli də alıb cibinə qoy. Məclisin bir tərəfindən bir nəfər cavan adam ayağa durdu. Bu adam kim olar, kim olmaya? Bolu bəy idi. Bolu bəy Ərzincan qalasında. Deməli, Hasan Paşa haralı idi? Hasan Tokatlı idi. Amma bu haralı idi? Ərzincan qalasında. Deməli, hansı təklifindən sonra ayağa durdu? Tokat Paşalığını bağışlayacağam qızlarından birini. Qoşun böyüyü idi. Deməli, bunun vəzifəsi qoşun böyüyü. İgid oğlanlardan biri. Özü də çoxdan idi ki, Hasan Paşanın böyük qızı Dünya xanıma aşiq idi. Ancaq indiyə kimi neçə dəfə əl altından adam salmışdı, qızın ürəyini əl almaq istəmişdisə, qız hər dəfə demişdi ki, iti görüm, qurdu görüm, onu görməyim. O da cürət eləyib Hasan Paşanın yanına elçi göndərə bilməmişdi. Çünki bilirdi ki, Hasan Paşa qızlarını çox istəyir. Onların bir sözünü iki eləməz. İndi ki, Hasan Paşa məsələni bu şəkildə qoydu. Bolu bəy fürsəti qənimət bilib ayağa durdu. Elə o ayağa duracaq, Hasan Paşa sevincək dedi. Mərhaba Bolu bəy, mən elə bilirdim ki, bu iş axırda sən gedəcəksən. Cop eləyir burada biraz. Həvəsə gətirmək istəyirdi. Bolu bəy irəli yerilib baydanın birini Hasan Paşadan aldı, dedi. Paşa sağ olsun, sən bilirsən ki, mən bu işin öhdəsindən gələrəm. Ancaq mənim şərtim var. Bax, ikinci şərt qoyan obraz kim idi? Deməli, Bolu bəy də. Bolu bəy şərti kimə qoyurdu? Hasan Paşaya. Şərtini də hər nə olsa yerinə yetirəcəyəm. Bolu bəy çox hiyləgər adam imiş. O necə deyərlər? Şeytana papaq tikib təpəsində deşik qoyardı. Bunu da yadda saxlayın. Bolu bəy şeytana papaq tikib təpəsində deşik qoyardı. Şeytana papaq tikib, təpəsində də deşik qoyardı. Bu bir deyimdir. Yaxşı, bir dəfə gözlərini dolandırıb məclisə baxdı. Ondan sonra Hasan Paşaya tutub ucadan dedi. Paşa, mən bilirəm ki, bu Xodkar əmridir. Odur ki, burada əhddə arxayınam. Yəni deyib, mən bilirəm, sənə inanıram, çünki arxanda Xodkar var. Bilirəm ki, burada xilaf söz olmaz, yalan olmaz. Necə ki, əhd eləmsən, Tokat Paşalını mənə tapşıracaqsan, məni də özünə nökər eləyib, qızını verəcəksən. Mənim sözüm onda deyil. Mənim şərtim budur ki, gərək mənə Qəzər alı ilə Mehdər Murtuzu da verəsən. Deməli, Bolu bəyin şərti nə oldu? Qəzər alı ilə Mehdər Murtuzu istəmək. Qəzər alı Tokatın lap azman pəhləvanlarından idi. Hələ indiyə kimi onun arxasına yerə vuran, qılıncının qabağında qalxan saxlayan olmamışdı. Mehdər Murtuz isə düz 7 ildir ki, Koroğluya mehdərlik eləmişdi. Ona görə Mehdər Murtuz istəyirdi ki, Koroğluya bələddir, xarakterinə bələddir, onun harda olmasına bələddir. Şərtin şəkər üstə hamısına razıyam. Razılaşırlar. Bolu bəy baydəni içdirləri də cibinə qoydu, qayıdıb yerinə oturdu. Bundan sonra Hasan Paşa ikinci baydəni doldurub dedi. İndi növbə ikincinindir. Elə bu sözdən bir dənə qasid gəlir. Ərəb Reyhanın özü gəlmir. Onun qasidi gəlir.
Özünü məclisə salır, Hasan Paşaya baş əyib bir namə verdi. Deməli, qasid nə gətirmişdi? Namə. Hasan Paşa naməni oxuyub gördü ki, ərəb reyhandandır. Yazıb ki, Hasan Paşa, eşitmişəm Koroğlunun üstünə qoşun çəkirsən, bir acı ol, Koroğlu mənim düşmənimdir. Deməli, ərəb reyhanla Koroğlunun nəyi var idi? Ədavəti var imiş. Ona görə ərəb reyhan ona qarşı döyüşmək istəyirdi. Əgər razı olsam, mən də onun üstünə gedərəm. Deməli, bu ikinci adamda tapılır. İkinci adamın məktubunu kim gətirir? Qasid gətirir, məktub gətirirdi. Bunu kim idi? Ərəb reyhanı idi. Ərəb reyhanın Koroğlu ilə ədavəti var idimi? Bəli, var idi. Hasan Paşa şadlığa bilmədi ki, nə etsin? O ərəb reyhanı tanıyırdı, bilirdi, zor adamdır. Yəni əla. Koroğlu ilə olan əhvalatını da eşitmişdi. Deməli, bunun Koroğlu ilə olan əhvalatını, aralarında nələr keçdiyini buna məlum idi. Üzünə məclisi tutdu. İkinci adam da ayağı ilə gəldi. Bunu deyib Hasan Paşa Baydəni qaldırıb qasidə verdi və dedi. Deməli, artıq Baydəni kim içəcəkdi? Qasidi içir. Baydəni içdiyi içindəki ləli də aparıb ağana ver. Yəni, özünə götürmə, o ləli ağana verməlisən. Deyinəm ki, bu yolunu gözləyirik. Tez gəlsin, gözümüz üstə yeri var. Qasid Baydəni içdikləri öpülüb cibinə qoydu. Mürəxxəs olmaq istəyəndə Hasan Paşa sevincindən vəzirinə tapşırdı ki, qasidi aparsınlar, yedirsin, içirsin, biraz da pul verib yola salsın. Naməyə də cavab yazsın. Deməli, naməyə Hasan Paşa yox, onun vəziri cavab yazacaqdı. Vəzir qasidi götürüb gəldi. Məclisdəkilər soruşdular ki, namə kimdən idi? Deməli, naməni öz ürəyində oxumuşdu Hasan Paşa, namənin kimdən olduğunu soruşur və deyir ərəb reyhanına. Hamı şad oldu. Hasan Paşa əmr elədi. Çalanlar, oynayanlar gəldilər, kep başladı. Elə ki, yedilər, içdilər, damaqları duruldu. Mehdər Murtuz ədəblə baş əyib dedi. Deyir, paşam sağ olsun, xoşçarca qurban olum sənə də. Sizin buyruğunuz Allah buyruğudur. Bunu deyən Bolu bəy idi. İndi də Mehdər Murtuz. İndi ki, bizi göndərirsən, gedəcəyik. Ancaq orasını da deyim, Koroğlunun igidliyin yarısı qıratdadır. Nə qədər ki, qırat üstündədir, biz onu heç nə eləyə bilməyəcəyik. Əgər Koroğlunu müzəmməl eləmək istəyirsənsə, birtəhər elə, ata əlindən al. Deməli, bu dərdi deyir. Dərdi deyən kim idi? Mehdər Murtuz. Dərdi deyir, söz deyəsən Hasan Paşanın beyninə batır. Məclisləşilər Mehdər Murtuzun sözünü təsdiqləyirlər. Hasan Paşa deyir, Murtuz, dərdi bilən dərmanı da bilər. Bu aldanmış Kəvakibdə də var idi. Onlar Mirzə Sədrəddinə deyirlər ki, dərdi demisən, dərmanı da de. O da Zici Uluq bəy gedir, bir saat içərisində möhlət istəyir ki, araşdırırsa. De görüm, nə təhər eləmək olar ki, qırat əlindən çıxaraq. Mehdər Murtuz deyir, Paşa, vallah nə bilim. Day onun atın pulu ilə alası deyilir ki, gərək elə bir adam ola ki, canından keçə, çənli belə gedə. Ya qıratı gətirək, ya da ki, öz başına Koroğluya təslim verə. Deyir, yəni mən bilmirəm necə eləmək olar, amma deyir ki, yəqin ki, bir adam lazımdır ki, ora gedə. Paşa bir məclisə baxdı, hamı başını aşağı dikdi. Hasan Paşa özü bilirdi ki, bu çox çətin işdir. Heç kəs buna boyun olmaz. Fikirləşib yol axtardı. Nə eləsin? Bir də məclisin lap başmaq çıxanında cındırından cün ürkən bir adam qalxdı ayağa. Paşa baxdı ki, bu Keçəl Həmzədir. Keçəl Həmzə sayılmayan, urvatı olmayan bir adam idi. Məclisdə qoymazlar ki, başmaq oğurlayar. Tövləyə də qoymazlar ki, qusqun oğurlayar. Keçəl Həmzə ki, məclisi başlananda gəlib bir təhər özünü salmışdı içəriyə, qarnını doyursun. Deməli, bura gəlməsinin səbəbi qarnını doyurması idi. Qərəz Həmzə məclisin ortasına yeriyib dedi. Paşa sağ olsun, bu işə mən gedirəm. Qıratı gətirdim, gətirmişəm, gətirə bilmədim. Koroğlu ilə işi başa düşdü, nə olsun? Bir keçəl başdı, qoy qurban olsun sənə. Bala Həmzə, əgər sən gedib qıratı gətirsən, mən səni dünya malına qərq eləyəcəm. Həmzə dedi, Paşa, mənə tək dünya malı lazım deyil. Paşa dedi, sənə bəylik verərəm. Bəylik təklifini Qarca Çobana da təklif eləmişlər. Qarca Çobana deyirdilər ki, gedib köklü məlikdən alıb gətirəri. Amma Qarca Çoban onu ləv eləmişdi. Həmzə dedi, yox Paşa, o mənə tək lazım deyil. Hasan Paşa deyir, səni oğulluğa götürərəm. Həmzə yenə rədd eləyir. Qurban ol, mənə təşkildə bunların heç biri lazım deyil. Üçünü də bir yerdə sən verməsən, nə də mən istəmirəm. Gəl, mən səndən elə bir şey istəyim ki, mən üçün bunların hamısından qiymətli olsun, sənin üçün hamısından da ucuz olsun. Deyə, yəni bunu belə qiymətləndirir ki, qızı mənə vermək sənin üçün ucuz başa gələcək, mənim üçün ən dəyərli bir şey olacaq.
Hasan Paşa dedi, istə görüm o nədir? Həmzə dedi, deyirsiniz Koroğlunun nə qədər igidliyi varsa, onun tən yarısı Qıratdadır. Bu yarısını mən gətirəcəyəm. Sizə qalacaq yarısı. O yarısında pay düşür Bolu bəyə. Sənə qurban olum. Pay üçün sən Toqat paşalığını verdin, ləl verdin, bir də böyük qızını Dünya xanımı verdin. Gəl bu yarısı üçün də kiçik qızını mənə ver, gedim Qıratı gətirim. Hasan deyir, ay axmaq, niyə bəyəm bir qız nə oldu ki, bəylikdən var, dövlətdən mənə oğul olmaqdan qiymətlidir. Həmzə deyir, paşa sən bilirsən ki, keçəl çox bilmiş olar. Mən gəlir çıxarımı bilən adamam. Mən bilirəm ki, sən bu üç şeyin üçünü də mənə verən deyilsən. Amma qız mənə versən, mən olaram həm sənin kürəkənin, oğlun, kürəkən ki var, oğula bərabərdir. Oğuldan da sonra bəylik də öz-özünə gələcəkdir, mal dövlətdə. Məclisləçilər Keçələ əhsən dedilər. Hasan Paşa fikrə getdi. Qızı Keçəl Həmzəyə verməyə ürəkdən razı değildi. Amma bu tərəfdən də fikirləşdi ki, Qırat gəlsə Koroğlu basılacaq. Dedi, Həmzə razıyam. Yox paşa sağ olsun. Zəhmət çək, öz dilindən deyib bir dənə də kağız yaz, möhrünü də bas, ver qoyum cibimə. Ondan sonra mənə möhlət qoy və də başına gedim, haqqımı ver, gətirmədim, boynumu vur. Deməli şərt qoyur ki, mən onu gətirə bilməsəm, sən mənim boynumu vurarsan. Deməli biz belə nəticə çıxara bilərik ki, Hasan Paşaya heç kimin inamı yox idi. Aydıca Bolu bəy deyir ki, Xodkar əmridir deyək, buna inanıram. Bu da Həmzə də bundan namə istəyir. Hasan Paşa çar-naçara öz dilindən bir dənə qol kağızı yazdı, möhrünün üstünə bastı, verdi Həmzəyə. Həmzə kağızı alıb qoynuna qoydu qoltuğuna, sonra Hasan Paşa dedi, indi mənə izin ver, mürəxxəs olum, yolçu yolda gərək. Elə həmin dəqiqəcə bunu deyib Keçəl Həmzə məclisdən çıxdı. Hasan Paşa bu işə çox şad oldu. Məclisə dağıtdı, Bolu bəy deməsini dedi, tapşırılmasını tapşırdı. Yola saldı ki, gedib hazırlansın. Özü də bir namə yazıb, Qasidlə Bəyazid Əhməd Tacirbaşıya göndərdi ki, səninlə çox vacib işim var. Deməli, burada bir naməni də kimə yazdırır? Əhməd Tacirbaşına. Deyir ki, bu səninlə işin var, başına orada islat, burada qırtdır. Bu ifadə imtahanda düşür. Yəni, tələsik bura gəldi, orada isladırsan, burada qırtdır. Bəli, Qasid Əhməd Tacirbaşı üçün Bayezidə getməkdə olsun. Demək, Qasiddə Əhməd Tacirbaşı aradaydı, Bəyaziddə. Bolu bəy hazırlaşmaq üçün Ərzincana getməkdə olsun, sənə kimdən deyim, Keçəl Həmzədə. Keçəl Həmzə çarığını geydi, patfasını bərkitdi, torbasına bir-iki çörək qoyub belinə bağladı. Yola düzəlib, pay-piyada gündə bir mənzil yol getdi, axırda bir axşamüstü gəlib çatdı, Çardaqlı Çənlibelə. Deyirlər, Koroğlu Ağqayada oturub, karvan yollarına baxırdı. Bax, orada Xodkar demişdi, o karvanların qabağını kəsir. Bax, görürsünüz, bu da onun sübutudur ki, karvan yoluna baxırdı ki, gələn onun qabağını kəssə. Bir də gördü ki, budur, bir nəfər gəlir. O qədər gözlədi, Həmzə gəlib qayanın dibinə çatdı. Başladı cığır, yuxarı dırmaşmağa. Koroğlu qayadan düşüb, kəsdi onun qabağını ki, dayan, de görüm kimsən, haradan gəlib araya gedirsə. Həmzə baxdı, qabağında bir oğlandı, adam üzünə baxmağa ürək eləmir. Boy buxunu, qol bilək, suyusundan əti qat tökülüb, qara bığlar kəl boynuzu kimi deşərəm ara, deşərəm deyil. Gözləri tərlan gözü kimi oyur oynayır, belində bir qılınc var ki, Allah göstərməsin. Həmzə bildi ki, bu Koroğludur. Deməli, Koroğlunu Həmzənin özü tanıyır. Hiylə niqabını üzünə çəkdi, özünü tanımazlığa vurub. Deməli, biz bunu hansı obrazla oxşada bilərik? Namərd Gülləsi əsərində hansı obrazla? Mürşid də hiylə niqabının üzünə çəkmişdi. Koroğlu axtarıram. Koroğlu soruşdu, neynəyirsən Koroğlunu? Qada balam, mənim də bu canıma gəlsin. Mən deyir, ilxıcıyam, ömrümü, günümü bəy paşa qapısında çürüdüb ilxiyə getmişəm. O necə deyərlər? Qurbağalı gölməçələrdən deyir, su içməkdən dodaqlarım ziyil töküb, anamı görüm ki, məni doğan bir gün qaradaş doğaydı. Başım keçəldi. Onun ucbatından bir neçə qapıda duruş gətirə bilmirəm. Deməli, bunun qolmasının səbəbi deyir, güya ki, mənim başım keçəldi deyə. Nə qədər işə can yandırsam da, elə keçəl olduğumu bildilər, çıxarıb qovdular. Daha bu keçəlliyin üzündən gen dünya mənə dar olub, indi başına dönüm, Koroğlunu deyib gəlmişəm. Deyirlər, çox mərd adamdır. Çörəyə qızırqanan deyil. Ya budur, məni qoyub elə qapısında, bacasında, süfrəsinin qırıq-quruqlarından yeyib dolanım, ya da başımı çəkib bədənimlə qoparsa, bu dünyanın dərdindən uzaq olum. Bunu deyib Keçəl Həmzə elə ağladı, gözünün yaşı bıldır-bıldır töküldü. Koroğlunun Keçələ yazığı gəldi. Dur gedək, o Koroğlu dediyim mənim. Bunu eşidəcək Həmzə düşdü Koroğlunun ayaqlarına ki, qurban kəsilim, Koroğlu məni qapından qovma. Koroğlu onu qabaqlayıb dedi, dur ayağa. Kişi bir qarın çörəkdən ötürü ayağa yıxılmaz. Keçəl Həmzə durdu. Koroğlu dedi, de görüm,
əlindən nə iş gəlir? Həmzə deyir ki, Can Koroğlu, mən bilirəm ki, bu başla sən məni nə kababçı eləməyəcəksən, nə də şərabçı. Elə mənə bir dənə at tapşır, bəsləyim sənin üçün. Dədə, baba, sənətim oldu. Deməli, burada Keçil Həmzənin özü atı istəyirdi. Koroğlu Keçil Həmzəni götürüb gəldi. Dəlilər Həmzəni görüb dedi, ay Koroğlu, bunu hardan tapıb gətirdi? Bunun gözləri üç təpə sağsağanının gözləri kimi qayır-qayır qaynayır. Deməli, birinci dəlilərin narazı olma səbəbi buydu ki, Keçil Həmzənin gəlməsi. Xanımlar dəlilərin sözlərini təsdiqlədilər. Koroğlu xanımların dəliləri sakit eləyib dedi, görürsüz, yazığın birisidir. Biz də neyləyək, qoyun süfrəmizin qırıq-qırığından yeyib, qapıda, bacada dolansın. Keçil Həmzə qırıq-qırıqdan yeyib, qapıda, bacada qidalanmağa başladı. Xanımlar dəlilər nəyə buyururdusa gedərdi. Getdiyi işi də yarıdardı. Belə zirəkliyinə görə dəlilər xanımların yanında Keçil Həmzənin hörməti artdı və diribaşlığını görür Koroğlu onun deməli, keçəlliyini adını dəyişir, keçəl olduğuna görə yox ha, onun sadəcə diribaşlığını gördüyü üçün onun adını Çaloğlan qoyur. İmtahanda bu düşür ki, onun keçəl olduğuna görə Çaloğlan qoyur. Xeyr, onun sadəcə diribaşlığını gördüyü üçün Çaloğlan. Tövlədə bir yük yapısı var idi. O qədər yükləmişlər ki, sümükləri çıxmışdı. Birinci o yük yapısına baxırdı. Keçil Həmzəyə tapşırırlar bunu. Demək, axşam tumarlayırdı, səhər tumarlayırdı, yağmaya can yandırırdı Keçil Həmzə və digər atlarını da arpasından, buğdasından uğurlayırdı, həmin ata qoyurdu ki, bu at kökəlsin və Koroğlu bunu görəndə təəccüblənsin ki, sən bir qısa müddətdə bunu necə belə kökəltdin? Çünki qıratı, düratı buna versin. Bir gün Koroğlu tövləyə atların yanına gələndə yabıya baxıb matmədəl qaldı. Ay Koroğlu, sən atdan nə yaxşı müğayət olmusan? İndi belə ata baxmaq əlindən gəlir. Dürat da bu il çox sınıqdır. Düratı tapşırıram onu sənə, gərək onu qırata çatdırasa. Bu işə xanımlar, dəlilər narazı oldular. Deməli, ikinci narazılıq nə olur? İkinci narazılıq bu olur ki, deməli, orada artıq deyir ki, yəni düratı tapşıranda. Keçil Həmzə bir neçə gün Dürata yaxşı baxdı. Elə ki, at başladı dirçəlməyə, birdən arpasını xırtdan kəsdi. Dürat yenə başladı yavaş-yavaş arıqlamağa. Koroğlu bu işi belə görüb soruşdu. Ay Çaloğlan, bu ata nə oldu belə geni gündən dala gedir? Olmaya yaxşı baxmırsan? Keçil Həmzə deyir ki, mən əlimdən gələni eləyirəm ağa, amma at necə deyərlər, gecə-gündüz içəridə, başı da bağlıdır. Ayaqlarını buxovludur. Nə işi yüzü görür, nə günüzü, yəqin ki, ondan sınıxır. Qırat ilə Düratı tövlədə bağlanırdı. Atların ikisinin də ayağında buxov var idi. Özləri də ayrı-ayrı açarlarla açılardı. Koroğlu çıxardı Düratın açarını Keçil Həmzəyə verdi. Xanımlar, dəlilər bunu eşidib üçüncü narazılıqlarını bildirdilər. Demək, üçüncü narazılıq nə oldu? Buxov açarı vermək. Koroğlu yenə xanımlara, dəlilərə sakit oldu. Qorxmayın, heç saat olan deyil, dedi. Keçəl Həmzə bir neçə gündən yenə də Düratın dərisinə sığmaz elədi, amma ki, vaxt keçirdi. Keçəl Həmzə Çənlibelə gələndə az qalırdı ki, bir ay olsun. Möhlətin vaxtı da dolurdu. Keçəl Həmzə düşünür ki, güya mən bunu aparsam, kim biləcək, bu qıratdır, yoxsa Düratdır. Demək, Koroğlu qıratın deyir, nə mehtərliyini mənə verəcək, nə də buxovunu mənə verəcək. Ən yaxşısı elə bu atı aparım. Elə bunu aparım, paşanı aldadım, qızı alım, 5 gün dünyada keyf çəkim. Keçəl Həmzə bunu deyib ki, xəlvətçi Düratı yəhərlədi. Minib astaca qaçan namərdli bir baş tokat deyib daban aldı. Bax, gecə qaçırlar. Sabah açıldı, Dəli Mehtər yerindən qalıb. Burada deməli atın olmamasını Dəli Mehtər görürdü. Atlara baş çəkmək üçün tövləyə gəldi. Gördü ki, Dürat var, nə də Keçil Həmzə var. Başlovlu gəldi Koroğlunun yanına. Nə durursan, Dürat var, nə də Keçil Həmzə. Növbəti qalan hissəni isə növbəti videoda çəkəcəm. Sağ olun, salamat qalın.